Qulağı oturtu gözləyir da. Fransiyaya da davay baratar duraq hə. Əli. Liboyla Fantamdır. Azərbaycanda yaşayan bravo adama zəng vururam bax. Prosta elə belə zəng vururam. Görüm cavab verir ya. Ona sual verəcəm. Vallahi Azərbaycanda yaşayır bu adam. Abi lan. Salam qaqam. Səsi efirə verirəm. Azərbaycanda yaşayırsan, ona görə sənə sual vermək istəyirəm. Abi. Nə qədər aylıq kazanırsan? Məndə özəl işdir də. Təxmin edin, də məsələn ortalama nə qədər gəlir əldə edirsən? Özəl biznes deyəm, məndə 10 min, 7 min belə olur. 7 min, 10 min manat arası, okey mi? Hə. Ölkədə ölənə qədər yaşamağa razısan? Yox, qətiyyən. Niyə? 100 min əmə qazansam, mən yəni ölən kimi yaşamağa razı deyim. Yəni burada. Bəs vətən. Ya sən bir daha sual verim. Dostum tırda misalca nə qədər qazanır tanıdığın Amerikadakı dostun? Amerikadakı mənim dostum qazanır arası bir aya 25-30 bin dollar, min. 40 min manat aylıq. Yəni elə bir 25-30 bin dollar da belə. Allah sən ölənlərimə rəhmət eləsin. Sağ ol. Sağ ol. Sənin də. Sağ ol. Ha, Nə dedi o vətən dedi bir kamaz gəlib vətəninə, elə söz dedi. 400 manat kazananlar. O adamın aylıq qazancı 7-10 min manatda Azərbaycanda öz şirkəti zadı var. Mümkün deyil. Əli, böyüt ekranı böyüt Əli. Hə da, yaxşı mümkündür qaqa. Bir dənə böyüt tez elə. Bu həftə qazandığım budur. Görürsən? 60 saata 2000 dollar. Bax, budur. Bu da mənim. Gələcəkdə qazanacaqlarımdır. 67. Adil bəy. Üzr istəyirəm. 60, Ona 57. girməyin. Adil bəy, ona girməyin. Bir dənə çıxın dala. 35. Bir dənə ona girməyin zəhmət olmasa. Ona girməyin, bir dənə dala çıxın zəhmət olmasa. Bir dənə o birinciyə basın, yuxarıdakı orta pula. Ona birinci gir. See earning var, earning ha. Bir dənə aşağı düş zəhmət olmasa. O 58 dollar neçə dəqiqədir? 58 dollarla sən 43 dəqiqə qazanmısan. Saatın 1 dollar yarım düşür ki qardaş. Tip koymayayım belə. Dəqiqə. Birinciyə düş, o birinci götürmüşdün ha. Düş aşağı. 40, 12, Allah. Düş. O əvvəl götürdüyüm var deyə. Bunu desən qədər. Yola görmürəm. 100 neçə var idi ya. Gözlərəm də bir saniyə. Öpürəm bro. 182 dollar 55 dəqiqəyə. Sən 200 manat qazanmısan 55 dəqiqəyə. Manat niyə ki? 300 manat çaşdım. Ne olsun? Burada da Red Bull 4 manatadır, Azərbaycanda da 4 manatadır da. Zaten onlar onu bir ay kazanırlar, sen bir saate kazansan. O suyun intellekti bana dağıt, zordu qiymətlər. Gönder bana da. Ala səs açıq qalıb, oy belə. Gəldi qaqa səsim ona. Yox, heç değişmədik. Sən səs attın mı qardaş? Çünki qaqa, biz sən niyə heç değişmədik? Biz gözümüzlə, qulağımızla eşidik, yenə də bizə girmir. Ha, girmir. Yoxu qəbullanmıyor. Qaqa, 60 saata 3400 manat pul işləyib bu adam. Hələ lifti göstərmədi. Boş bir 60 saat online vaxt deyil, mən 60 saat işləmədim. Evdə də olanda açıq qoyub proqramı, yemək yeyəndə də açıq qoyub. Və ha bir dəqiqə vaxtım gedir mən, mırtdaşam, vaxtım gedir. Anladınız mı? Yəni sən sadəcə bu taksi şoförüdür. Heç nə demirəm. 5-ci gündür. İndi işi buraxsa, getsə heç işləməsə bu həftəni 2500 dollar. Əslində Əli ev pulu zah bahadır, kira bahadır. Mən ziyanı işləyəm əslində, yox. Götümü qaşıyım. Amerikada daverin istəyə bir şey yoxdur. Hər kəs hər kəsin maşını sürər. Götümü qaşıyım. Bu 2000 bilirsən də 1500-də faiz da şey çıxır ya. Proqram faiz çıxır. Oradan qal 500, ondakı 300 dollara şeydir, vericidir. Aha. Təmiz 200 qardısa bizə. 200 cibdədir. Onda benzinə zada nə qədər gedir? Elhamdülillahi Rabbil aləmin, Ər-Rəhmanir-Rəhim.
Benzinə nə qədər gedir oradan 300 manatdan? Beyzdə də elə 150 manat gedir. Benzinə 50 qalır yerdə. Allah min bərəkət versin. 50 aya 200 dollar qalır da. Elhamdülillah. Uşaqlar. İnşaat mühendisi üçün maaşın içədir. İnşaat mühendisi məndən azsa 200 dollar az işləyər. Təsəvvür edin ki, Washington DC'nin mərkəzində basenin remontuna 14 milyon ayrılıb. Nə qədər inşaat mühendisi kazanır görəsən? Rekonstrusiyasına, prosto onun suyunu boşaldıb, remont edib, təzdən su doldurmağa 14 milyon dollar pul ayrılıb. Səncə nə qədər kazanır inşaat? 222 yazır ki, aylıqdır 200 dollardır azdır. 340 manat pul elli. Nə yazdı? Niyə az qaqa? İmminə Azərbaycan deyirsən ki, Avropa standartlarından yaşayır deyə, Amerikada Azərbaycan standartlarından yaşayır. Belədir. Bir dəqiqə, biri yazıb. Əli, zadıvı şey yazıyor, Amerika qanunvericiliklərinin oxu. Atestləri düşürmüş, Amerika qanunvericiliyi oxu. Məcələnmə. Qanun olmayan ölkədən qanundan danışır mənə. Mədələnirlər. Hansı Suraxanı məhkəməsinə verəsiniz qaqa? Yoxsa sığ? Yo, danışmışam, Arzun məhkəməsinə versinə pul keçərli olsun. Ha, o da qəşəng. Pulu verək, getmə məhkəməyə. Nə bilim, bura 5 oldu yer. Məni məndən alıb gedənlər. Yazmıyorum diye Suraxan'da qal. Abi sən nə işləyirsən? Mən kuryer işləyirəm, amma gələn ay ki Arzun maşın, 2 dənə maşınım var arzu edilən. Biri 70 min dollardır, biri 90 min dollardır. Seçim arasında qalmışam. Amma kuryer işləyirəm. Kuryer işləyirəm. 2 maşın arasında seçimdə qalmışam. Dünən Tesla X almağa edirdim, qapıları göyə açılan. Kuryer işləyirəm.